Salam 7-ci sinif şagirdləri. Sizlərlə Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının biologiya müəllimi Məmmədova Çiçəkdir. Bugün mən sizlərə 7-ci sinif dərsimizin birinci hissəsinin artıq ikinci bölməsinə keçib, ikinci bölmənin birinci mövzusunu izah edəcəm. Birinci bölmənin bütün mövzularını izah elədim. Ümid edirəm ki, dərsi dinləmisiniz, KSG-dən də yaxşı nəticə göstərmisiniz. İndi keçirik ikinci bölməyə. İkinci bölmənin ilk mövzusu deməli növbəti summativimiz, yəni KSG 2-də bu mövzudan başlayaraq suallar olacaq. Bu mövzuda nəyi öyrənəcəyik? Orqanizmin təşkili səviyyələri. Bunu əslində 5-ci sinif təbiət dərsində təşkili səviyyələrini öyrənmisiniz. Burada artıq həmin səviyyələrə uyğun daha əlavə məlumatlar alacağıq. Orqanizmin təşkili səviyyələri deyəndə nəyi nəzərdə tuturuq? Yəni, orqanizmin hüceyrədən başlayaraq, yəni hüceyrə nə idi? Canlının ən kiçik quruluş vahidi idi. Hüceyrədən başlayaraq orqanizm səviyyəsinə qədər hansı qruplaşmalardan yarandığını biləcəyik. Məsələn, nə demişdik 5-ci sinifdə? Demişdik ki, canlının ən kiçik quruluş vahidi hüceyrədir. Hüceyrələr birləşir, toxumanı əmələ gətirir. Toxumalar birləşir, orqan əmələ gətirir. Orqanlar birləşib bir sistem yaradırlar. Bu adlanır orqanlar sistemi. Orqanlar sistemi. Və sonda bu orqanlar sisteminin birgə fəaliyyəti nəticəsində artıq tam bir orqanizm yaranır. Bəs bütün canlılarda hüceyrə, toxuma, orqanlar sistemi orqanizm kimidir? Xeyr, niyə? Çünki biz dedik hüceyrələr birləşir, toxumanı əmələ gətirir. Axı bir hüceyrəli canlılar var, məsələn, bakteriya. Bakteriyalar bir hüceyrəlidirlər. Onların elə bir hüceyrəsi bir orqanizmdir. Onlarda toxuma əmələ gətirmək üçün başqa bir hüceyrələr yoxdur ki, onlar birləşsin, müəyyən toxumanı əmələ gətirsin, orqan əmələ gətirsin. Bu, çox hüceyrəli orqanizmlər üçün xas olan səviyyələrdir. Bunu əslində 5-ci sinif təbiət fənnindən də öyrənmisiniz. Gəlin baxaq, təbiəti bir yadımıza salaq 5-ci sinifi. Baxın, burada sizə hüceyrədən orqanizmə qədər səviyyələri verib. Amma burada bizə hansı orqanlar sistemini göstərib? Qan dövranı sistemini göstərib. Qan dövranı sisteminin deməli hüceyrəsindən başlayır, sonra toxumanı əmələ gətirir. Bu toxumalar birləşir qan dövranı sisteminə aid olan orqanları, yəni nəyi? Yəni damarları. Baxın, damarları idi bunlar öyrənmisiniz. Ondan sonra ürək. Bunlar qan dövranı sisteminin orqanlarıdır. Bunlar birləşir, orqanlar sistemini yaradırdı. Yəni qan dövranı sistemini yaradırdı. Bu da digər orqanlar sistemi də yenə hamısı orqanizmdə toplanır və bir orqanizmi əmələ gətirir. İndi qayıdaq dərsliyimizə. Açar sözlərimizə baxaq. Hüceyrə, toxuma, orqan, orqanlar sistemi, orqanizm. İndi bir-bir bunların açılışına baxacağıq. Bütün canlı orqanizmlər hüceyrədən təşkil olunub. Bəli, biz demişik hüceyrə canlının ən kiçik quruluş vahididir. Yəni, bütün canlılar hüceyrədən qurulub. Quruluş vahidi, yəni hüceyrədən qurulub. Bir hüceyrəli canlılar olan amöb, maya göbələyi, bakteriya, bunlar da hüceyrə orqanizmin bütün funksiyalarını həyata keçirir. Niyə? Çünki onlar bir hüceyrəlidirlər. Onların bir hüceyrəsi bütün prosesləri yerinə yetirir. Yəni, həzm prosesini də həmin o hüceyrə yerinə yetirir, çoxalma prosesini də həmin o hüceyrə yerinə yetirir. Bütün proseslər bir hüceyrənin daxilində gedir. Çox hüceyrəli orqanizmlərdə isə artıq hüceyrələr qruplaşır, toxumaları əmələ gətirir. Dedik axı, hüceyrələrdən toxuma əmələ gəlir. Müəyyən qrup hüceyrələr birləşir və əmələ gətirir toxumaları. Toxumalar nə əmələ gətirir? Toxumalar orqanlar əmələ gətirir. Bizə fəaliyyətə baxırıq. Baxın, həm orqanlar verilib, həm toxumalar verilib, həm də hüceyrələr verilib. Biz bunları deyir ki, şəkillərə diqqətlə nəzərdən keçirin və onları 3 qrupa ayıraraq cədvəli tamamlayın. Cədvəldə bizə açarlar verilib. 2 ağciyərdir, elədir. 2 ağciyərdirsə, bu hansı səviyyə olacaq? Ağciyər bir orqandır. Deməli, burada orqan səviyyəsini bizdən soruşur.
5-ə baxaq. Eritrosit hüceyrəsidir, elədir? Deməli, bu hüceyrə səviyyəsinə aid olanların qruplaşdığı bölmədir cədvəldə. Və 7-yə baxırıq. Bu artıq toxumadır. Hansı ki, hüceyrələr birləşir, toxumanı əmələ gətirir. Burada yazırıq nə? Toxuma. Toxuma. İndi orqan səviyyəsinə hansı rəqəmləri qoya bilərik? 1, böyrək, 4, beyin. Deməli, orqan səviyyəsində nələr oldu? 2-dən başqa 1 və 4. Hüceyrələrə baxaq. Baxın, bir sinir hüceyrəsi var burada. 3. 5-i özü verib, deməli, qırmızı qan hüceyrəsi olan eritrosit, bir də 6 yumurta hüceyrəni də götürə bilərik. Dərsliyimiz vermişdi. Gəldik toxumalar artıq hansılardır? 7, 8 və 9-cu şəkillər toxumaları göstərir. Yazırıq 7, 8 və 9. Deməli, bunlar orqanizmin təşkil səviyyələridir. Həqiqətən də görürük ki, sinir hüceyrəsidir. Baxın, 3 sinir hüceyrəsidir. Baxın, bu da sinir toxuması. Görürsünüz, sinir hüceyrələrinə oxşar cismi var, çıxıntıları var. Sinir toxuması və sinirin orqanı, beyin. Sinirin orqanlar sistemini də həmçinin biz göstərə bilərik. Gəlin qaydaq təbiət fənnimizə. Təbiət fənnimiz 5-ci sinifdə. Bir dəqiqə sinirə keçək. Buradan siniri də görə biləcəyik. Dövranı sistemindən sonra baxın sinir sistemi görürsünüz. Beyin, baş beyin, onurğa beyin, bunu təbiətdən keçmişsiniz. Sinirlər, bunlar da olur sinir sistemi. Yəni orqanlar sistemi, sinir sistemi. Gəldik indi davam edək. Hüceyrə. Hüceyrə canlının ən kiçik quruluş və funksional vahididir. Yəni canlılar hamısı hüceyrədən qurulublar. Onlar hüceyrədən inkişaf edirlər. Hüceyrə orqanizmdə müxtəlif funksiyalar yerinə yetirir. Məsələn, gördük ki, qırmızı qan hüceyrələri heyvan orqanizmində, insan orqanizmində nə iş görürdü? Daşıyıcılıq funksiyası var idi. Oksigeni orqanlara daşıyırdı, oradan karbonu alırdı, orqanlardan çıxarırdı və yaxud da ağ qan hüceyrələri qoruyucu funksiyası var idi. Qan lövhəcikləri laxtalama prosesini yerinə yetirirdi ki, qan itirmədən canlıların ölümünün qarşısını alırdı. Görürsünüz, hər hüceyrənin özünün funksiyası var. Hüceyrə ən kiçik hissəcik olmasa da, o, canlı orqanizmin ilkin təşkili səviyyəsi hesab olunur. Niyə ən kiçik hissəcik demirik? Çünki hüceyrənin içindəki hissələr, hissəciklər artıq ondan da kiçikdir. Hüceyrə canlının ən kiçik quruluş vahididir. Bəli, onun içərisində də kiçik hissəciklər var. Məsələn, nələr? Orqanellər. Nələrdən danışmışdıq? Məsələn, vakuoldan bitki hüceyrəsində, plastiddən bitki hüceyrəsində, daha sonra ribosom bütün hüceyrələrdə vardı. Mitoxondri əksər hüceyrələrdə var idi. Bu orqanellər hüceyrənin içərisində yerləşir. Molekullar, atomlar ölçüsünə görə daha kiçikdirlər. Çox hüceyrəli orqanizmdə hüceyrələr dedik, birləşərək nəyə əmələ gətirir? Toxumanı. Gəlin toxumanın, bax, tərifini sizdən soruşanda deyirik ki, toxuma nədir? Deyirsiniz ki, hüceyrələrdən əmələ gəlib. İndi bunun tərifini daha genişləndirək. Toxumalar quruluşuna və mənşəyinə görə oxşar olan, eyni funksiyanı yerinə yetirən hüceyrələr və hüceyrə arası maddədən təşkil olunurlar. Yəni, bu hüceyrələr birləşərkən əgər onların arasında belə sahə varsa, o da toxumanın tərkib hissəsidir. Deməli, toxuma nədir? Quruluşuna və mənşəyinə görə oxşar olan, yəni mənşəyi nədir? Hüceyrədir. Quruluşuna və mənşəyinə görə oxşar olan, eyni funksiya yerinə yetirən, yəni bu toxuma, məsələn, sinir toxumasının funksiyası, necə ki, sinir hüceyrələri informasiyanı qəbul edir, ötürür, bu funksiyası var onun. Hər toxumanın özünün funksiyası var. Eyni funksiya, hər toxuma eyni funksiyanı yerinə yetirir. Yəni, sinir toxumalarının hamısı eyni funksiyanı yerinə yetirir. Ona görə deyirik, toxumalar quruluşuna və mənşəyinə görə oxşar olan, eyni funksiyaları yerinə yetirən
hüceyrələr və hüceyrəarası maddədən təşkil olunub. Yəni sinir hüceyrələrinin hamısı eyni funksiyanı yerinə yetirir də. Yəni bu neyronlardan gedir söhbət uşaqlar. İnformasiyanı qəbul edir, ötürür. Qısa çıxıntıları vardı, cismi vardı, uzun çıxıntısı vardı. Nə edirdi? İnformasiyanı qəbul edib ötürürdü. Deməli, eyni funksiya yerinə yetirən hüceyrələrdən və hüceyrə arası maddələrdən təşkil olunub toxumalar. Ümid edirəm ki, toxumanın tərifini dəqiq başa düşdünüz. Toxumalar da dedik ki, orqan əmələ gətirir. Bəs orqan nədir? Orqan bir neçə toxuma qrupunun birləşməsindən yaranır. Onların özünə məxsus quruluşu və forması vardır. Özünə məxsus quruluşu, forması olan və orqanizmin müəyyən hissəsində yerləşirlər orqanlar. Məsələn, böyrək. Böyrək bir orqandır. Özünə məxsus bir quruluşu var, paxla şəkillidir. Ağciyərin quruluşu da özünə məxsusdur. Böyrək qanımızın təmizlənməsində iştirak edir. Ağciyərlər nəfəs almamızda iştirak edir. Görürsünüz, orqan nədir? Hərəsinin öz quruluşu, öz forması var və müəyyən bir işi görürlər və bədənin müəyyən bir hissəsində yerləşirlər. Məsələn, böyrək qarın boşluğunda yerləşir. Ağciyərlər döş boşluğunda yerləşir. Deməli, orqanın özünə məxsus quruluşu, forması var və orqanizmdə müəyyən bir hissəni tutur, toxumalardan əmələ gəlir. Orqanda üstünlük təşkil edən toxuma onun əsas funksiyasını müəyyən edir. Yəni, orqanlarda müxtəlif toxumalar ola bilər. Amma daha üstünlük təşkil edən həmin orqanın əsas funksiyasının müəyyən edilməsinə imkan verir. Bu oldu, deməli, təşkil səviyyələrdən hüceyrə, toxuma, orqan səviyyələri. Gəldik bitkilərə. Bayaqdan heyvan hüceyrələrindən danışdıq, heyvan toxumalarından, orqanlarından danışdıq. Bitkilərdə də orqanlar var, uşaqlar, toxumalar var. Onlarda da hüceyrələr birləşir, toxumalar birləşir, orqanlar əmələ gətirir. Yəni, onlarda da bu cür bölgü var. Bitki orqanlarına çiçək, toxum, meyvə, kök, gövdə, yarpaq, bunlar aiddirlər. Bütün bitkilərdə məsələn ola bilər ki, hamısında çiçək olmasın, ola bilər ki, hamısında toxum olmasın. Məsələn, yenə də 5-ci sinif təbiətdə keçmişdiniz ki, kökü, gövdəsi, yarpağı olmayan mamırları keçmişdiniz. Gövdəsi, yarpağı, kökü olan qışı kimləri keçmişdiniz. Toxumu, kökü, gövdəsi, yarpağı olan çılpaq toxumları, iynə yarpaqlı bitkiləri keçmişdiniz. Yəni, bunların adını demişdiniz. İndi bu dərslərdə 7-ci sinifdə daha geniş onları öyrənəcəyik. Amma yenə də bunlar haqqında artıq bildikləriniz var 5-ci sinif təbiət dərsindən. Heyvan və insan orqanizmində orqanlar, məsələn, beyin, ürək, mədə, göz, bunlar da insan və heyvan orqanizmin orqanlarıdır. Müəyyən funksiyanı yerinə yetirmək üçün birlikdə fəaliyyət göstərən bir neçə orqanlar sistemini əmələ gətirir. Məsələn, yenə qayıdaq 5-ci sinif təbiət dərsimizə. Dedik ki, müəyyən funksiyanı yerinə yetirən bir neçə orqan birləşir, orqan sistemini əmələ gətirir. Məsələn, gəlin, baxaq həzm sisteminə. Həzm sistemində, bu tənəffüs sistemində, qoy tənəffüsü deyək. Yox, həzmdə verib. Hə, tənəffüs əvvəlində verib, arxasında həzmi verib. Deməli, tənəffüsü qısa verib. Traxeya, burada nəfəs borusu var. Amma əsas həzm sistemini verir. Baxın, həzm sistemi ağız, qida borusu, mədə, nazik bağırsaq, yoğun bağırsaq, anus, qaraciyər, mədə altı vəz. Görürsünüz, bir neçə orqan birləşib həzm sistemini yerinə yetirirlər. Yəni, yediyimiz qidaların həzmində iştirak edirlər. Qana ötürülməsində iştirak edirlər. Lazımsızların bədəndən xaric olmasında iştirak edirlər. Görürsünüz, bir neçə orqan sistemi və yaxud da qan dövranı sistemi. Ürək, qan damarları birləşir, bu dövran sistemini əmələ gətirirlər. Bunlar olur bizim bədənimizdə olan orqanlar sistemi. Orqanizm isə artıq müxtəlif funksiyaları yerinə yetirən orqanlar sistemlərindən təşkil olunub. Yəni, bir neçə həzm sistemi, tənəffüs sistemi, sinir sistemi, qan dövranı sistemi, sümük sistemi, əzələ sistemi. Görürsünüz, bu sistemlər birləşir, bir orqanizmi əmələ gətirir. Orqanizmdə müxtəlif orqanlar sisteminin fəaliyyəti əsasən sinir sistemi sayəsində tənzimlənir və əlaqələndirilir. Yəni, bizim bütün orqanlar sistemimizə
ən başlıca əmrləri verən, işlərini icra etməsini təmin edən də nə olur? Sinir sistemi. Məsələn, deyirlər, beyni zədələnib, tutaq ki, hər hansı işləri danışa bilmir, deməli, onu idarə edən sinir sisteminin hissəsi zədələnib. Və yaxud da iflic eşitmisiniz, onurğa beyni zədələnən insanlarda ola bilər ki, gövdədən aşağı hissə işləmir, ola bilər ki, boyundan aşağı hissə işləmir. Niyə? Orada bütün orqanlar salamatdırlar. Sadəcə sinir sisteminin o sinir hüceyrələri, o sinirləri zədələnib, informasiyanı ötürə bilmədiyinə görə, baxmayaraq ki, ayaqları var, amma işləmir, hərəkət etmir. Deməli, sinir sistemi tənzimləyə bilmir onu. Bütün bədənimizə sinir sistemi nəzarət edir. Ona görə də sinirlərimizi qorumalıyıq, boş yerə əsəbləşməməliyik, özümüzü toplamalıyıq ki, bədənimizi idarə edən bu sistem zədələnməsin. Gəlin indi bitki və heyvan toxumalarına bir dənə də bu şəkildə baxaq. Deməli, bitki, görürük bir bitkinin, gəlin hansı toxumalarını görürük? Bitkinin üzərini örtən örtük toxuması. Örtürsə neyniyəcək uşaqlar? Qoruyacaq xarici təsirdən, bir də əlaqələndirəcək. Əsas toxuma görürsünüz, bitkidə daha çoxluq təşkil edən əsas toxuma var. Bunların da xüsusiyyətlərini öyrənəcəyik ki, əsas toxumada fotosintez edən hüceyrələr var, ehtiyat toplayan hüceyrələr var, hansı ki fotosintez edən hüceyrələr üzvü maddə əmələ gətirir. Ehtiyat toplayıcı da ehtiyat şəklində onları saxlayır, bitkiyə lazım olanda istifadə edir. Ötürücü toxuma hüceyrələr var, adından görünür. Bax, ötürücü toxuma neyniyəcək? Ötürəcək. Nəyi ötürəcək? Məsələn, bitkinin kökü nə ötürə bilər? Əmici tellər keçmişdik keçən dərslərimizdə. Torpaqdan su və mineral maddələri alacaq, ötürəcək gövdəyə, yarpağa. Yarpaq fotosintez eləyir. Üzvü maddə əmələ gətirir. Neyniyəcək? Bunu ötürməli də digər orqanlara. Necə ötürəcək? Ötürücü toxumanın vasitəsilə ötürəcək. Gəldik heyvan hüceyrələrinə, heyvan toxumalarına. Bunları bir-bir öyrənək. Sinir toxuması, epiteli toxuması, birləşdirici toxuma, bir də əzələ toxuması. Heyvanlarda 4 qrup toxumadan danışacağıq. Sinir toxuması, baxın, baş beynini göstərir. Sinir toxumasından təşkil olunmuşdur. Epiteli toxuması onun üzərini örtən o dərisi. Əzələ toxuması, birləşdirici toxuma. Birləşdirici toxumaya da gələn dərslərdə keçəcəyik. Qandır, sümükdür, qığırdaqdır. Bunlar da birləşdirici toxumanın növləridir. Yəni, onlar birləşdirici toxumadan əmələ gəliblər. Bu da oldu heyvan toxumaları. Bitki toxumaları da çoxdur, 6 ədəddir. Daimi toxumalar var. Bir də törədici toxuma var ki, o toxumaya, törədici toxuma digər toxumalara çevrilə bilir. Bunları da gələcək dərslərdə keçəcəyik. Bu da oldu bizim bugünkü dərsimiz, yəni orqanizmin təşkil səviyyələri, hüceyrədən orqanizmə qədər səviyyələr. Gəlin suallara baxaq. İnsan ürəyinin quruluşunda əzələ və sinir toxumalarına da rast gəlinir. Əzələ hüceyrələrindən başlayaraq orqanlar sisteminədək təşkil səviyyələrini müəyyən edin və sadalayın. Ürəkdən danışırsa, ürək hansı sistemə aiddir? Qan dövranı sisteminə aiddir. Onda biz onun təşkil səviyyələrini yazmaq üçün əzələ hüceyrəsindən deyir, ürəyin də tərkibində əzələ var. Ona görə də elə başlayaq. Əzələ hüceyrəsindən, əzələ hüceyrəsi. Əzələ hüceyrəsindən sonra nə əmələ gətirəcək bu hüceyrələr birləşib? Əzələ toxumasını. Toxumadır da, elə deyil. Hansı hüceyrələrdir? Əzələ hüceyrələrdir. Deməli, hansı toxumanı əmələ gətirir? Əzələ toxumasını. Əzələ toxuması ürəkdən danışırıqsa artıq orqan kimi ürək əzələsini əmələ gətirsin və bundan da hansı orqan yaransın? Ürək artıq tam qurulsun. Ürək də hansı sistemə aiddir? Qan dövranı sisteminə. Bu da oldu bizim ardıcıllığımız. Gəlin baxaq növbəti sualımıza. Öyrəndiklərinizi tətbiq edin. İnsan qaçarkən bəzi orqanlar sistemi birgə fəaliyyət göstərir. Əslində normada bizim orqanlar sistemimiz tənəffüs öz işini görür. Yəni havanı alır, xaric edir. Qan dövranı sistemi qanı dövr elətdirir. Həzm sistemi yediyimiz qidanı parçalayır. Qaçarkən isə bu sistemlər başlayır birgə daha da fəaliyyət göstərməyə. Məsələn,
Ürək döyüntülərinin sayı artır, tənəffüs tezləşir, qan dövranı sürətlənir. Bunlar hamısı başlayır bu hərəkətimizə əsasən işlərini, fəaliyyətlərini artırmağa. Öyrəndiklərinizi yoxlayın ən kiçikdən ən böyüyə doğru ardıcıllığı. Neyron nə idi uşaqlar? Sinir hüceyrəsi. Quruluşunu yadına salaq. Bir dənə cismi var idi, bir də çıxıntıları vardı. Qısa çıxıntısı, uzun çıxıntısı. Neyron hüceyrədir. Aha. Toxuma, bəli, hüceyrədən sonra toxuma gəldi. Toxumadan sonra onurğa beyin orqandır, elə deyil? Bəli, bu da uyğun gəldi. Sinir sistemi orqanlar birləşir, sistemi əmələ gətirir. Bəli, orqanlar sistemi əmələ gəldi. Və sonda pişik, bəli, bu uyğun gəlir. A variantı uyğun gəlir. Götürək, baxaq digər varianta. B variantında sinir toxuması. Bu toxumadır. Neyron isə hüceyrədir. Toxumadan hüceyrəyə yox, hüceyrədən toxumaya getməli idi. Ən kiçikdən ən böyüyə doğru düzürdü. Olmadı bu. Neyron hüceyrədir, bəli, sinir hüceyrəsidir. Onurğa beyni isə orqandır. Burada arada toxuma olmalıydı, amma yoxdur. Ona görə də bu variantımız da doğru deyil. 2. Orqanlar sistemini təşkil edən hər bir orqan eyni funksiyaları yerinə yetirirmi? Hər bir orqanlar sistemi müəyyən bir funksiyanı birlikdə funksiyanı yerinə yetirən orqanlardan təşkil olunur. Bəli, eyni bir funksiyanı yerinə yetirirlər. Məsələn, tənəffüs sistemi neyinir? Ağciyərlər, nəfəs borusu, burundan başlayaq, burun, nəfəs borusu, ağciyərlər, bunlar hamısı havanın alıb verilməsində iştirak edirlər. Bəli, bunlar birgə fəaliyyət göstərmək üçün eyni funksiyaları yerinə yetirir. Yəni, havanın alıb xaric olunmasını yerinə yetirirlər. Bu da oldu bizim ikinci bölmənin birinci mövzusu. Nə aydın olmasa rəylərdə yaza bilərsiniz. Sağ olun, gələn dərslərdə görüşərik.